ölsün, mal mülkü de sənə qalsın. Az ölmür də. Bizim analizlərimiz hazırdır. Ürək damarları tutulub, zor, insulin direncinin yüksək səviyyədə nəyi var artıb. Xəstənin adı Rami Məmmədov. Mənim cavabımdır bu. Verirəm də sənin zarafatlarından ötürü. Ölmürsən axı. Ay. Sədaqət, mən belə sevindirmə, bilirsən ürəyim xəstə. Təcil yardımdır. Yox, çox təcil deyil, amma gəlin də. Bunun neçə yaşı var? Belə yaşım bilmirəm. Ağac kötüklərinin üstündəki qırışlar kimi qırışları ilə hesablayıram. Vəziyyət yaxşı deyil. Şəkil çəkməklə bildik. Saç tipitidən soruştum. Yeni vəsiyyətində bütün malını mülkünü Ramin Məmmədova qoyurdu. Sağ qalsaq, arvadımı xilas elə həkim. Ay babam, nə qəşəng üzüydü. Malını mülkünü aparırlar. Ay qız oyan. Oyanma, oyanma. Oyan. O artıq sevizləri. Mən sizdə oyan. Dayan ne? Kimin mamasını o adı? Sabahınız xeyir. Sen səslə nə olur? Bilmirəm, səhər yuxudan oyandım ki, belədir. Deyirəm, Aysel'lə görüşə gedəcəm mən. Bu səslə gedəsən Aysel'lə görüşə. Hə, dur burada, sevgilim gələcək, dur. Bu səslə danışırsan sevgilimdən. Hə, nədir, sən də məzəlləşsən. Mənim səsim səndən də betər idi oğlan. Sonra səsim dəyişdi. Mən də dublyaj aktyor oldum. Oyda onda siz mənə kömək eləyə bilərsiniz də. Zəhmət olmasa white mocha verərdinizsə. Bəs bu açqılı qardaş nə istəyir? Axıya düşsün. Sən nəsə olur? Ürəyim qalxır, göbəyim düşür, boğazım gəlir, qarnım gedir. Evdəkilərin xəbəri var belə vəziyyətindən. Məndən heç o cüvərlaq uşaqlar da maraqlanmır, Liza. Ana, məni niyə doğdun, ay ana? Ana dedim ürəyimə, yanar odlar saçıldı. Bir yerdə öpərəm əllər, öpərəm gözlərindən. Sən zarafat elə. Cümə axşamı saat 22:30-da ARB-də.